müasir tariximizin ən böyük hadisəsi müzəffər prezidentimiz Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 30 il ərzində işğal olmuş torpaqlarımızın qaytarılmasıydı. Amma bu böyük hadisənin davamı da olmalıydı. Davamı isə odur ki, evləri yenidən bərpa eləmək lazımdır və bu işdə görülür. Və üçüncü mühüm hadisə o əhalinin ora qayıtmasıdır. İndi də o işdə görülür. Bu torpaqlar azad olandan sonra mən dəfələrlə 5 ya 6 dəfə Şuşada olmuşam, Laçında olmuşam, Füzulidə olmuşam, tədbirlərdə iştirak eləmişəm. Və gün-gündən ora köçən əhalinin çoxalmasını, orada görülən o tikinti işlərini, bərpa işlərinin gün-gündən daha sürətlə getməsini müşahidə eləmişəm. Bu məni çox sevindirir və inanıram ki, Qarabağ torpağından və Qarabağ torpağının tacı olan Şuşadan gələcəkdə də nə qədər gözəl bəstəkarlar, müğənnilər, xanəndələr, şairlər, ədiblər, rəssamlar, tarzənlər, alimlər çıxacaqdır. Çünki bunun səbəbi odur ki, biz azad vətənimizdə, müstəqil vətənimizdə öz istədiyimiz kimi yaşayırıq. Doğma torpaqlarımıza axır ki, yiyə durub ora qayıtmış. Bu çox, dediyim kimi, çox böyük bir hadisə idi. Cənab Prezidentin dediyi kimi, Qarabağ cənnətə dönəcək. Yəni, əvvəl olduğundan da daha gözəl olacaqdır bütün o azad olmuş torpaqlar.